18 noyabr 2025-ci ildir və həftənin çərşənbə axşamı günü dəyərli izləyicilər, Rusiya Türkiyə gəmisini vurub və ekipajda 16 nəfər olub. Xoşbəxtlikdən hamısı sağdır, amma Ukraynanın Odessa vilayətindəki İzmail limanında lövbər salmış Türkiyə bayraqlı LPG gəmisi Arinda vurulub və alovlanıb. Gəmiyə 4000 ton mayeləşdirilmiş təbii qaz LPG yüklənmişdi. Ekipajdakı 16 türk üzv təhlükəsiz şəkildə təxliyə olunub və xəsarət alan olmayıb. Rumıniyanın Plauru kənd sakinləri isə partlayış təhlükəsi səbəbindən ərazidən çıxarılıblar və yanğın söndürənlər daha sonra hadisəyə müdaxilə ediblər və bu son bir həftədə Rusiya tərəfindən həm Azərbaycana, həm də Türkiyəyə edilmiş hücumlar sayılır dəyərli izləyicilər. Ötən həftə bizim Kiyevdəki səfirliyimizin binasının ətrafında İskəndər raketinin qalıqları tapılmışdı və bu barədə Ukrayna prezidenti Volodimir Zelenski açıqlama vermişdi. Baxmayaraq ki, Rusiya bunu öz boynundan atmağa çalışdı və bunun Amerikanın hücumu ilə əlaqələndirdi. Amma bu hal-hazır bir həftə ərzində 2 dəfə həm öncə Azərbaycan səfirliyinə hücum, arxasınca isə Türkiyənin İzmail limanında lövbər salmış gəmisinə edilən hücum bu açıq, aydın və qəsdən törədilmiş terror kimi qiymətləndirilməlidir və sanki buna bir ilahi ədalət kimi bugün də Rusiyada qaz kəmərində güclü bir partlayış baş verib. Təfərrüatlar açıqlanıb dəyərli izləyicilər. Omsk vilayətinin qubernatoru Vitali Xatsenko bölgədə baş verən güclü partlayışın təfərrüatlarını açıqlayıb və deyib Qəza magistral qaz kəmərinin qolunun yeraltı hissəsində baş verib və vilayət qubernatoru qeyd edib ki, Omsk rayonunun və digər ərazilərin sakinləri hazırda heç bir təhlükə altında deyil və o insanlara yalnız rəsmi məlumatlara etibar etməyə də çağırıb. Noyabrın 18-də səhər saatlarında Omsk yaxınlığında baş verən yanğın barədə məlumat verilib. Yanğından gələn parıltı bir neçə kilometr məsafədən görünüb, partlayış səsləri qonşu kəndlərdə də eşidilib. Yəni bu partlayışın bir hücum olub olmaması ilə bağlı isə hər hansı bir cavab yoxdur və hər hansı bir açıqlama da yoxdur, amma bütün hallarda Rusiya hücumlarını davam etdirir, müharibənin isə ən şiddətli mərhələsini yaşamaqda hal-hazırda dəyərli izləyicilər.